Hal-hazırda olduğumuz məntəqədə 30.000-ci nəqliyyat vasitəsi artıq utilizasiyaya təqdim verilibdir və son dönəmlərdə 2025-ci ilin əvvəlindən etibarən artıq utilizasiya müraciətlərində də kifayət qədər artım müşahidə olunur. Hal-hazırda ölkə üzrə 4 utilizator fəaliyyət göstərir. Bakı şəhəri, Sumqayıt şəhəri, Gəncə şəhəri və Abşeron rayonu ərazisində. Proqramın tətbiqinə, nəqliyyat vasitələrinin utilizasiyasının qəbuluna 2024-cü ilin oktyabr ayından etibarən başlanılıbdır. Proses tamamilə könüllü şəkildə həyata keçirilir. İstənilən şəxs öz yararsız hesab elədiyi və texniki cəhətdən tələblərə cavab verməyən nəqliyyat vasitələrini istənilən vaxt utilizasiyaya təqdim edə bilər. Bunun üçün təbii ki, qanunla müəyyən olunmuş müəyyən prosedurlar var. İlk növbədə nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalıdır və daha sonra 2024-cü ildən etibarən NVU.gov.az portalı istifadəyə verilmişdir. Ərizəçilərin rahatlığını təmin etmək üçün bütün proseslər elektron qaydada həyata keçirilir. Həmin portalda müvafiq utilizatorda növbə tutulmaqla nəqliyyat vasitəsinin utilizasiyası üçün müraciət olunur və təyin olunan vaxtda nəqliyyat vasitəsi seçilən məntəqəyə təhvil verilir.